sirri, vədi. Dağsam, açıq alnım qarlı zirvədir. Ömrümün ətəyi, səmən, müəllim. Düşər sümbül sümbül saçlarına dən. Bizə xırman buğdadır səpdiyin hərdən. Bizə dərs dediyin doğma məktəbdən. Başlayır bu böyük vətən müəllim. Keyfiyyətli təhsilin marafon sürəti, dayağı, arxası ailədə valideynlər, aparıcı sükanda müəllimlərdir. Azərbaycanı dünyanın tanınmasında ləyaqətli müəllimlərimizin xidmətini milli vətəndaşlıq əqidəsi kimi qiymətləndirməyə layiqdir. Əziz və hörmətə layiq müəllimlər, keyfiyyətli təhsillə milli əqidəli nəsil yetişdirməkdə daha yüksək şərafət zirvəsinin memarı, məmləkətə ləkə və millətə töhmət gətirə bilən, xəstəliklərə şəfa verən, mənəviyyat loğmanları sizsiniz. Bütün valideynlərin, ziyalılar, ağsaqqal və kələntər analar sizin gözəl məharətinizin pərəstişkarıdır. Nəhayət, sərvəti gür, taleyi kür, sərvəti zəngin, ümumi vəziyyəti çətin millətimizin hər tərəfli tərəqqisində həlledici, aparıcı təkan sizə etibar olunmuş keyfiyyətli təhsil sistemidir. Sizə uğurlar olsun. Keyfiyyətli təhsillə milli əqidəli nəsil yetişdirməkdə amal və məramın səmərəli icrasında uğurlar, uzun ömür zəmanətiniz, müdrik zəka, həyat gəminiz olsun. Qaşların kəmandır ala günlərin, hər ballan şəkərdən şirin
şöbəsinin müdiri Mehmet müəllimə. Buyurun Mehmet müəllim. Çox sağ olun. Hörmətli müəllimlər, hörmətli 204 saylı məktəbin məzunları, valideynləri, bugünkü şagirdləri, mən də rayon təhsil şöbəsi adından sizin məktəbin, həm də bizim məktəbin 20 illik yubileyini ürəkdən təbrik edirəm. İşlərinizdə daha böyük uğurlar arzuluyuram. Necə deyərlər, üzük qaşınla tanınar. Bugün bu məktəbin keçmiş məzunlarınla da birbaşa tanış olduq. Məktəb haqqında təsəvvürlərimi bu tanışlıq daha da dolğunlaşdırdı. Yəni bu məktəb haqqında bizim fikrimiz çox yüksəkdir təhsil şöbəsi olaraq. Qabaqcıl məktəblər sırasındadır bu məktəbin adı. Bugün gözümüzdə bir daha yüksəldi. Bu yüksəlişin də səbəbi, əsas səbəbi, keçmiş məzunlarını biz gördük, onların səviyyəsindən tanış olduq. Bugünkü şagirdlərin çıxışlarından tanış olduq. Elə bu yubiley tədbirinə hazırlıqla tanış olduq. Bizdə çox yüksək təəssürat yaratdı bu məktəb. Yəni gözümüzdə qat-qat yüksəldi bu məktəb. Mən bu kollektivi ürəkdən təbrik edirəm. Yeni uğurlar arzuluyuram. Mən həmişə Ziba müəlliməyə deyirəm ki, biz sizin məktəbdən daha çox şey gözləyirik. Daha böyük nailiyyətlər gözləyirik. Hansısa nailiyyətdən danışanda deyirəm, sizin məktəb üçün bu azdır. Bizim söhbətimiz həmişə bu mövzuda olur. Ziba müəllimə də söz verir ki, bu il daha yüksək olacaq. Yəqin ki, mənim bu sözlərimdən sonra, yəni Ziba müəllimlə bizim aramızda olan söhbəti eşidəndən sonra kollektiv Ziba müəllimənin verdiyi sözü doğrultmağa çalışacaq, daha ürəklə işləyəcəklər, daha böyük nailiyyətlər əldə edəcəklər. Mən bu tədbir münasibəti ilə bir daha məktəbin kollektivini, valideynlərini, şagirdlərini, müəllimlər müəllimi Rəfiqə xanımdan başlamış üzübəri bugünkü, yəni bu ilki məzunlarına qədər bütün məzunlarını təbrik edirəm. Bu ilki məzunlarından 4 nəfəri mən eşitdiyimə görə 600-dən yuxarı bal yığaraq ali məktəblərə daxil olub. Ayağa dursun Mehmet əmdə. Xahiş edirəm. Çox bal yığanlar 4 nəfər. Gəlin bura. 4 nəfər. Xahiş edirəm, gəlin bura. Mən hamıdan xahiş edirəm, bu balaları almışlar, bunları təbrik edirəm və bir məlumat verirəm sizə ki, Xətai rayonunun məzunları bizim hamımızın, o cümlədən bu zalda oturan müəllimlərin üzünü ağ ediblər. Bu il rayonumuzdan 98 nəfər Respublikanın ali məktəblərinə 600-dən yuxarı bal yığaraq daxil olur. Bu göstərici Respublikada birinci göstəricidir. Bu göstərici ikinci yerdən xeyli fərqlənir. İkinci göstərici Sumqayıt şəhərinə aiddir, sayıca bizdən çox aşağıdır. Amma orada məzunların sayı Xətaidən 1000 nəfər artıqdır. Yəni, abituriyent sayı 1000 nəfər artıq olsa da, 600-dən yuxarı bal yığan şagirdlərin sayına görə Sumqayıt şəhəri Xətaiyə çatmır. Mən bu uşaqları ürəkdən təbrik edirəm. Elə bu ayın 31-də bu uşaqların şərəfinə Təhsil Naziri Misir Mərdanov və Gənclər İdman Turizm Naziri Əbülfəz Qarayev Xətai rayonuna gəlir, Xətai rayonunun gəncləri ilə görüşür. Məhz bu 98 nəfər məzunla görüşür. Mən elə bugün bax, bu 5 nəfərin hamısını, Ziba müəlliməni və 4 nəfər məzunu həmin tədbirə dəvət edirəm. Ayın 31-də saat 2-də olacaq. Və bir daha ürəkdən təbrik edirəm. Qoy sizin bütün nailiyyətləriniz, bütün xalqımızı sevindirsin. Qoy sizin məzunlarınızın hamısı məktəbin kollektivi üçün iftixar mənbəyi olsun. Həmişə məzunlarınızla fəxr edəsiniz. Məktəbə başqa nə arzulayarlar? Biz tərəfdən də necə deyərlər,
rəmzi hədiyyə var. 20 il məktəbdə, yəni məktəbin yaşı qədər bu məktəbdə işləyənlərin də bugün bu məktəbdə işləmə yubileyidir. Bu məktəbdə fəaliyyət göstərmələrinin 20 illiyidir. Biz o müəllimləri təhsil şöbəsinin fəxri fərmanı ilə təltif eləmişik. Məktəbin direktorunu təltif etmişik. Məktəbin kollektivinə təhsil şöbəsinin təbrik məktubunu hazırlamışıq. Mən vaxt aparmadan istəyərdim onları tez təqdim edeyim və zarafatı mən sevirəm. Təbiətcə yumora çox yaxın bir adamam. İstəyirəm ki, o təbrik məktubunu oxumayaq. Yəni, orada elə gözəl sözlər yazılıb ki, kimsə götürər, istifadə eləyər, başqa yerə yazar. Qoy elə təqdim eləyək. Ziba müəllimə təhsil şöbəsi adından bütün kollektivi yubiley münasibətindən təbrik edirik. Və kiçik bir hədiyyəmiz var. Mümkün olsa əvəzməm. Bu da simvolik hədiyyədir. Yəni, Kəbənin şəklidir və üstündə bir saat. Bu rəmzi biz niyə seçmişik? Mən həmişə bir arzum olub ki, məktəb müqəddəs olmalıdır. Mən üzr istəyirəm, bir dəqiqə bəlkə vaxtınızı apardım. Bir Xocayəsən kəndi var, mən əvvəl işlədiyim Binəqədi rayonundadır. Dindar cəmaatdır. Məscid də məktəbin lap yanındadır. Amma uşaqların təhsilə meyli çox zəifdir. Elə əhalinin də təhsilə meyli zəifdir. Məktəbin direktoru dərsi öyrənməyən uşaqların bir qrupunu çıxarıb ki, çıxın şölə sizi aparacam məscidə and içdirməyə ki, bundan sonra yaxşı oxuyacaqsınız. Yıxılıblar yerə, ağlayıblar ki, müəllim, qurban olun, bizi burada öldür, məsciddə and içdirmə bizə. Getməyiblər uşaqlar qorxudan məscidə. Mən istəyirəm ki, məktəb bizim gözümüzdə məscidə dönsün, müqəddəs bir ocağa dönsün. Uşağı oxumağa vadar etmək üçün uşağa deyək ki, and iç ki, məktəb haqqı gələn dəfə dərsimə hazır olacaq. O mənada sizə rəmzi bir şəkil gətirmişik. Müqəddəs ocağın şəklidir və arzu edirik ki, bu məktəb müqəddəs olsun və onun üstündəki saat kimi işləsin. Sağ olun. Və vaxt aparmamaq üçün mən xahiş edirəm, yalnız adları oxuyacağım. Tədbirimiz çox uzanır. Ziba müəllimə özü təqdim edər. Yəni 20 il bu məktəbdə çalışan, məktəb açıldığı gündən çalışan və bu gün də çalışan, bu məktəbdəki fəaliyyətinin 20 ili tamam olan müəllimləri təbrik eləmişik təhsil şöbəsinin fərqli fərmanı ilə. Mən xahiş edirəm, Ziba müəllimə təbrik edirik. Onların adını oxuyuruq, Ziba müəllimə təqdim edər. Həsənova Roza, Riyaziyyat müəllimə, təbrik edirik. Bəxtiyarova Aybəniz, əmək təlimi müəllimi, təbrik edirik. İsmailova Nəzakət, təbrik edirik. Məlikova Sərvinaz, İngilis dili müəllimi. Məmmədova Bəyim müəllimə, təbrik edirik. İmanova Səkinə müəllimə. Məlikova Rəna müəllimə, Azərbaycan ədəbiyyatı müəllimi. Məmmədova Reyhan müəllimə. İbrahimova Səfaya müəllimə. Əliyeva Ulduz müəllimə. Mahmudova Vəsilə müəllimə. Bayramova Siddiqə müəllimə. Məmmədova Leyla müəllimə.
Və bir daha ürəkdən təbrik edirəm və bu nailiyyətlərin qazanılmasında inanın ki, rayonun nailiyyətləri də böyükdür. Yəni, bugün bu kollektivin də nəzərinə çatdırılmalıdır. Xətai rayonu ümumiyyətlə tələbə qəbuluna görə Respublikada birinci yeri tutur. 10 ən yaxşı məktəb sırasında bütün Respublikada 4555 məktəbdir. Buradan 10 məktəb seçilir və bundan 3'ü Xətai rayonundan olur. Bütün müsabiqələrin qalibi, yarışların qalibidir. Xətai rayonunun gözəl təhsil ənənələri var. Bu nə təhsil şöbəsinin xidmətidir, nə başqa bir təşkilatın xidmətidir. Bu, siz sıravi müəllimlərin xidmətidir. Və bir daha sizin zəhmətiniz qarşısında, bu xidmətiniz qarşısında baş əyirəm, sizə təşəkkürümü bildirirəm, təbrik edirəm və qonaqlarımıza da mən təşəkkürümü bildirirəm. Bizim rayona qonaq gəliblər. Xüsusilə xətrini çox istədiyimiz Rəfiqə xanıma, bütün qonaqlarımıza təşəkkürümü bildirirəm. Bu məktəbə atalıq qayğısı göstərən rayon icra hakimiyyətinin başçısı İbrahim müəllimə təşəkkürümü bildirirəm. O, həqiqətən təhsilimizin təəssübkeşidir, qayğıkeşidir. Bizim təhsil sahəsi onun, necə deyərlər, qanadları altındadır bugün. Mən hardasa 7-yə qədər icra başçısı ilə işləmişəm. Yəni, heç vaxtda tanıyanlar bilir, məndə saxta söhbət olmuyor. İbrahim müəllim qədər təhsilə gözəl yanaşan, təhsilin nə olduğunu anlayan, dərk edən, kömək edən ikinci bir icra başçısı görməmişəm. Bugün İbrahim müəllimin aparatının işçiləri də buradadır. Yəqin ki, onlar da söz deyərlər. Ziba müəllimə icazə versə elə ardıcıl eləyərdik. Sözü istəyirəm mən özüm verim İslamxan müəllimə. İcra hakimiyyəti başçısının mavini, bizim təhsilimizin himayədarlarından biri İslamxan müəllim. Buyurun. Çox sağ olun. Çox sağ olun. Mən də Ziba müəlliməm. Hörmətli müəllimlər, hörmətli qonaqlar, əziz uşaqlar. Bu günləri biz hamımız gözəl tədbirə dəvət olunmuşuz, gəlmişik, iştirak edirik. 204 sayılı məktəbin 20 yaşı tamamdır. Ben bugün burada iştirak ederken o arkaya bir nazar saldım ki ben bu rayonda uzun müddet işleyen adamlardan biri kimi, yani bu rayonun sakini kimi, 28 yıl bu rayonda işleyen bir şahs kimi. Yani bu mektepler, bu 20 yıl bundan evvel inşa edilen bu mektepler, bu sakinlerin bizim gözümüz karşısında olubdu. Yani burayı köçürülmədir, bu məktəblərin tikilməsidir, uşaqlarımızın məktəbə yerləşdirilməsidir. Bu 20 il müddətində 204 sayılı məktəbdə çox böyük nailiyyətlər əldə olunur. Bu günləri bizlərin hər biri bunun iştirakçısı oldu. Burada çıxış edən uşaqlarımız, məzunların çıxışları, onlara baxaraq mənə elə gəldi ki, və bu doğrudan da belədir ki, bu zalda bu günləri bizim Respublikanın gələcək əməkdar müəllimləri oturur, gələcək nazirləri oturur, gələcək diplomatları oturur, yəni Respublikamızı idarə edəcək şəxslərdən bir qismi buradadır. Bu məktəbimizin, yəni 204 sayılı məktəbin nailiyyətidir. Bilirsiniz ki, rayon icra hakimiyyəti kimi, rayon icra hakimiyyəti rayonda olan bütün məktəblərə öz dövlət səviyyəsində ona verilmiş səlahiyyət çərçivəsində köməkliklər edir. Eyni zamanda dövlət nəzarətini həyata keçirir. Rayon icra hakimiyyətində biraz bağlı olsa da deyəcəm ki, rayonun ərazisi çox yaxşı görsənir və rayonda fəaliyyət göstərən bütün müəssisə təşkilatlarda olan iş üslubu yaxşı görsənir.
Ben deyərdim ki, 204 saylı məktəbin Ziva müəllimin vaxtından demək olar ki, məktəb gün-gündən inkişafı göz qabağındadır. Bu məktəbin nailiyyətləri göz qabağındadır. İcra hakimiyyəti bu məktəbdən razıdır. Bu məktəbdə təlim-tərbiyə, təhsil sistemi güclüdür, bunu indi görürük. Bu məktəbdə valideynlərlə müəllimlər arasında münasibət, müəllimlər-şagird münasibəti, müəllimlərin iş üslubu və nəticə artıq hamımız bu günləri bunun işləşsi olduğu şahid oldu. Mən bu məktəbə arzum ondan ibarətdir ki, bu nailiyyətləri bəğən Məhəmməd müəllim qeyd elədi, günü-gündən çoxalsın. Arzu edirəm ki, Ziva müəllimin məktəbi və mən deyərdim ki, bu günlər belədir. Bizə məktəb direktoru inciməsin məndən bir neçə məktəb, o cümlədən 204 sayılı məktəbi Ziva müəllim məktəbidir. Yəni 27 sayılı məktəbi var, Tamara müəllim məktəbi, Hamdiyə Tamara müəllim məktəbi, 27 rəqəmi yaddan çıxır. 263 sayılı məktəb, Bayram müəllim məktəbi deyilir məktəbə və artıq Ziva müəllim də onlara yaxınlaşır və mən istəyərdim ki, 204 sayılı məktəb həmişə dövlət orqanlarında adı çəkiləndə Ziva müəllim məktəbi. Mən bütün kollektivə bu gözəl gün münasibəti ilə ürəkdən təbrik edirəm. Onlara həyatda insan üçün ən gözəl can sağlığı arzulayıram. Arzu edirəm ki, onlar həmişə cavan olsunlar, həmişə bizim övladlarımızın, bizim uşaqlarımızın tərif təvəssini məşğul olsunlar. Bir daha təbrik edirəm 22 yaşınız mübarək olsun. Sağ olun. Təbrik məktubunu göstərmək istəyirəm. Rayon İcra Hakimiyyəti başçısı İbrahim Meytev imzalayıbdır. Kollektivi təbrik edir, uğurlar arzuluyur. Bir də bu mənzərəni, bu gözəl mənzərəni, yəni sizin həmişə işiniz belə gözəl mənzərəli olsun. Çox hörmətli qonaqlarımız, siz çox sağ olun ki, səbirlə bizə, bizim uşaqlara, mən məzunlara da uşaq deyirəm, o qədər səbirlə qulaq astınız ki, sizin hər birinizin hər bir sözü, hər bir çıxışı bizim üçün çox dəyərli idi, çox maraqlıdır. Amma mən sadəcə risk eləmirəm ki, hər birinizə yaxınlaşam, hər birinizə söz verəm. O mənada mən bir dəfə kollektiv adından sizə dərin təşəkkürümü bildirirəm və bir daha biz bu mükafatı, bütün kollektivə verilən bu məktubu, bu tərifnamələri böyük bir məsuliyyətlə qəbul edirik. Yəni bunun məsuliyyətini biz dərk edirik və çalışacağıq ki, bundan sonraki fəaliyyətimizdə biz işimizdə daha yaxşı dönüşlər yaradaq və mən bircə haşiyə çıxmaq istəyirəm ki, bu məzunlarımız, əziz məzunlarımız, siz çoxdan gedənlərimizsiniz. Sizlə bizim o qədər söhbətimiz, deyəcəklərimiz var ki, mənə vaxt çox dar gəlir, elə bilirəm, 5 dəqiqə oturmuşuq. Amma bizim bunlar məsul vəzifə adamlarıdır. Mən sizdən xahiş edirəm ki, siz burada səmimi söhbətinizi davam elətdirəsiniz. Mən yoldaşları yola salıb, sözsüz ki, sizin yanınıza qaydacam. Bizim burada müəllimlərin, qabaqçıl müəllimləri, məktəb tərəfindən də tərifnamələri var. Mən onları təqdim eləmək istəyirəm, hamının şahidliyindən. Sonra bizim birinci yer tutan rayon üzrə fənn olimpiadalarında ikinci yer tutan şahidlərimiz var. Yəni tərtiblər var. Yəqin kürək sözü olan yenə də məzunlarımız var, müəllimlərimiz var. Mən belə bilərdim ki, əgər yorulmamışsınızsa, siz davam elətdirin və mən bir daha sizə dərin kollektiv adına təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox sağ olun. Və bu təşəkkürümə xahiş edirəm İbrahim müəllimə də çatdırasınız ki, bütün kollektivlərin minnətdarlığını bildirdik. Sizin bugünkü gəlişinizə görə çox sağ olun.
xoşbəxtlik məşəli, ömür boyu maariflənməkdir. Həyatda çətinliklərin hücumunu dəf etməyin müzəffər sərgərdəsi elmdir. Günəşdən süzülən nurdur mayası, qadir həqiqətdir rəngi boyası, əridən zülməti parlaq siyası, hünərdir, qüvvətdir, qüdrətdir bilik. Keyfiyyətli təhsillə milli əqidəli nəsil yetişdirmək probleminin həllində yüksələn zirvənin memarı, elmli zəkası, ümmanın mayak çıkantısı məktəb və müəllimlərdir.
anlamayacağım. Ama ben sizin o kadar beğendim, bütün qonaqlarımız sizi. Siz bize en büyük mükafat verdiniz. Siz sizin ve bizim bayramımızı güzelleştirdiniz, geyrat ettiniz, hamı beğendi. Bu meyanda ben sizin hamınızı bağırma basıram, öpürəm, çok sağ olun deyirəm ve bu dəqiqədə evə çatın deyirəm. Da buralarda görüşməyin. Sağ olun. İndi isə mənim əziz müəllimlərim, qurum müdür kriteriyasının dediyi təhsil şöbəsi müdürü Məmməd müəllim. Birinci, ilk dəfə burada məktəbdə şərait yaradan insanları təbrik edirdi rayon təhsil şöbəsi. Mən öz adım